Uşaqlıq boynunda gördüyümüz hər qızartı eroziyadır mı? Bir qrup həkimlər müayinə zamanı uşaqlıq boynunda qızartı gördükdə sizdə eroziya və yaxud da psevdoeroziya var deyir. Bir qrup həkimlər isə uşaqlıq boynunda eroziya deyilən bir diaqnoz yoxdur, bu normal vəziyyətdir deyir. Təbii ki, son zamanlar bu fikirlər pasientlər arasında da bir çaşqınlıq yaratmışdı. Bəs həqiqətən uşaqlıq boynunda eroziya deyilən bir xəstəlik varmı? Bəli. Eroziya toxuma defekti deməkdir. Ancaq biz buna çox az hallarda rast gəlirik. Daha çox hallarda isə uşaqlıq boynunda gördüyümüz bu qızartı həqiqətən ikinci qrup həkimlərimizin dediyi kimi normal bir vəziyyətdir. Bəs bu nədir? Uşaqlıq boynunun uşaqlıq yoluna baxan hissəsi və daxilində kanal hissəsi var. Həmin kanalda olan hüceyrələrin rəngi qırmızı rəngdə olur. Anadan gəlmə 25% xanımlarda bu hüceyrələr uşaqlıq yoluna baxan hissəyə səpələnir, bu qırmızı bir görüntü verir. Və yaxud da ki, hormonal müalicə alan, abortdan sonra, doğuşdan sonra həmin hüceyrələrin yer dəyişməsi olur ki, biz ilkin baxdığımızda tünd qırmızı rəngdə sanki yaranı xatırladan bir görüntü görürük. Əslində isə bu tam normal vəziyyətdir və heç bir müalicə tələb etmir. Bəs biz bunu necə ayırd edə bilərik? Bizim üçün bu halda ən güvənli, ən yüksək informativliyə malik olan müayinəmiz kolposkopik müayinədir. Bu zaman tövsiyəm sizə kolposkopik müayinədən keçmənizdir.